Bu sxemlə ən dərin və keçmə sızanaqlardan 3 günə azad ola bilərsiniz. Bunun üçün bahalı kremlər lazım deyil. Bizə sadəcə aptekdən bu 3 ucuz vasitə lazım olacaq. Bu Levamicol maz, çay ağacı yağı və betadindir. Məndə də bu yerdə dərin sızanaq əmələ gəlmişdi və onu 3 günə bu üsulla sağaltdım. Yerində sadəcə qırmızı nöqtə qalır. Birinci səhər duran kimi çay ağacının yağını götürürük və bir damcı sızanağın üstünə sürtürük. Çay ağacının yağı sızanağı yaxşı qurudur. Hardasa 3-4 saat belə gəzirik. Sonra silib üstünə Levamicol maz vururuq. Əgər sızanaq çox dərin və böyükdürsə, mazi pambığa qoyub sızanağın üstünə plastırına bağlayırıq və belə gəzirik. Levamicol çox yaxşı antibiotikdir. Sızanağın içindəki bakteriyaları öldürür və irini çəkib çıxardır. 4 saatda belə gəzirik və üstünə betadin vururuq. Betadin də çox yaxşı bakteriyaları öldürür və yaranın tez sağalmasına kömək edir. Və belə gedirik yatmağa. Səhər duranda görəcəksiniz ki, sızanaq görünən dərəcədə balacalaşıb. Sızanaq ləkələrini aparmaq üçün və sızanaqların tez-tez əmələ gəlməməsi üçün mən çox effektiv niacinamid və retinol serumlardan istifadə edirəm. Linklərini storydə paylaşacağam.